Bizə ünvanlanan suallardan biri də doktor, boru müayinəsi nə zaman yoxlanılmalıdır və nə məqsədlə yoxlanılır? Əgər ailə qrup bu iki cütlük qorunmasız əlaqə olursa, 1 il ərzində hamiləlik baş tutmursa, folikullar yaxşıdırsa, sperma faizi normaldırsa, biz o zaman boruların rentgendən müayinəsini aparmağı tövsiyə edirik. Çünki boru keçiriciliyi hamilə qalmaq üçün əsas şərtlərdən biridir. Qadında 2 dənə uşaqlıq borusu var və 2 uşaqlıq borusunun ikisi də normal keçiriciliyə malik olmalıdır ki, normal cinsi əlaqə zamanı xanım təbii yolla hamilə qala bilsin. Boruların müayinəsi aparılır adətən aybaşı siklının 7, 8, 9, ən gücü 10-cu günündə və bu ərəfədə mütləq biz tapşırırıq ki, menstruasiya qurtardıqdan sonra boru müayinəsinə gələnə qədər cinsi əlaqədə olmamalıdır və xanımda irinli ifrazatlar, infeksiyalar olmamalı ki, biz boruların müayinəsini edə bilək. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.